Hamıya salam. Tənqidi və gülüş obyektinə çevrilən Taşacaq bu dəniz serialını izlədim. Açığı əvvəlcə o qədər yerin dibinə salmışdılar ki, baxmaq belə istəmirdim. Hətta birinci bölümün yarısına qədər baxanda öz üzümə deyirdim ki, yaxşı çəkiblər, gözəl məkanlardır, aktyorlar da pis deyil, amma mən bunu izləməyəcəm. Çünki hamı o qədər tənqid etmişdi ki, ön yarğımı qırağa ata bilmirdim. Amma 4 bölümü arda-arda elə zövqlə baxdım ki, deməyə söz tapmadım. Doğrudan da süjeti maraqlı və sürükləyici idi. İndi isə gəlim sizə bəzi məsələlərlə bağlı danışmağa. Bu filmdə işlənən, bu lağlağası edilən o koşari zarafatlarına bir aydınlıq gətirim. Yəqin ki görmüsünüz bu Murat Sonerdə, sonra TikTokda zətdə edilən zarafatlardan danışıram. Buradakı koçari sadəcə söz deyil, həmçinin kəndin adıdır. Hətta oradakı ən nüfuzlu ailənin soyadıdır. Yəni kimsə durduq yerə bu cür köhnə sözləri işlətmir və ya da esmada, etmada, gəvərdə kimi sözləri əsas personajların keçmişindən bir xatirədir. Treylerdə gördüyünüz o didişmələr serial boyu çox görəcəksiniz. Əvvəlcə biraz sizə cringe gələ bilər, amma xarakterləri tanıdıqca o his keçəcək. Bir də ki bu Murat Sonerin o tənqidlərindən qulaq asıb da seriala ön yarğı ilə yanaşmayın. Özünüz baxın, xoşunuz gəlməsə ona görə qərar verin. Onu da nəzərinizə çatdırım ki, bu seriya Eşrəf Rüyanı belə geridə qoyub həftənin ikinci yerində oldu. Yəni o qədər həftə içində olan serialların hamısını keçdi. Öz günündə, yəni səhv etmirəmsə 5-ci günündə 3 illik zirvədə olan Qızılcıq şərbətini keçərək birinci yeri tutdu. Bu küçümsənəcək bir az uğur deyil. Pis və mənasız bir iş olsaydı bu qədər sevilməzdi. İndi isə keçək əsas yerə, hekayəyə. Amma əvvəlcə də xəbərdarlıq edim, biraz spoiler var. Amma rahat olun, dediklərim yalnız birinci bölümü əhatə edir. Yəni hadisələrin başlanğıc hissəsidir. Hekayə Yunanistanda başlayır. 20 yaşlarında gənc bir qız Eleni universiteti bitirib həkim olur. Deyəcəksiniz ki, bu yaşda necə həkim olunur? Çünki onun IQ-su 175 civarındadır. Yəni 14 yaşından universitetə daxil olur. Üstün zəkaya sahibdir. Lakin onun deyimi ilə desək, üstün zəkaya sahib olsa da həyatında doğru qərarlar verməyi bacarmayan bir gəncdir. Eleni məzuniyyət günü atasını itirir. Dəfn zamanı isə həyatını alt-üst edən bir həqiqəti öyrənir. İndiyə qədər ana ata bildiyi insanların əslində onun doğma valideynləri deyilmiş. Əlində qalan yeganə ipucu isə anasının Fırtına adlı bir kənddən olmasıdır. Elena isə bu sirrin arxasınca getməyə qərar verir. Həm həkim kimi orada işləmək, həm də illərdir itirdiyi anasını tapmaq üçün yola düşür. Fırtına kəndinə çatanda Elena kəndin muxtarı ilə toqquşur və qəza baş verir. Muxtar kəndin ən nüfuzlu ailəsindən olan Əsma Fırtınadır. Əsma o anda icazəsiz torpaqlarına girən Adil Koçarini dalınca qovalamaqdadır. Qəza sonrası hadisələr elə bir qarışır ki, Elena məcbur qalır Əsma ilə birlikdə Adilin izinə düşməyə. Nəhayət ki, kəndin mərkəzində üz-üzə gəlirlər. Adil Koçari kəndinin ən güclü və nüfuzlu ailəsinin başçısıdır. O Fırtına kəndinin mərkəzinə Fırtınalıların ailəsindən bir səbəbdən ötürü satın almaq istəyir. Amma illərdir davam edən qan davası buna imkan vermir. İndi isə qan alma sırası Adildədir. Elə bir gün, elə bir düşmənçilik var ki, kəndlilər belə bir-birlərinə salam vermir, hamıya nifrətlə doludur. Adil Əsmaya deyir ki, ya torpaqları qan parası kimi verəcəksən, ya da ərinin canını alaram. Əsma da silahını qaldırıb Adili yerindəcə ilə vurur. Elena isə bu məqamda Adilin həyatını xilas edir. Hətta özü də Fırtınaların varisi olan, yəni Adilin qan düşməni bir həkimlə birlikdə. Bu hadisədən sonra bütün kənd Elenaya düşmən kəsilir. Ona nə yemək, nə su verirlər, nə bir şey satırlar, nə də otellərinə qəbul edirlər. Hətta öldürmək üçün belə hücum edirlər. Buraya qədər bəzi səhnələr biraz məntiqsiz kimi sizə görsənə bilər. Amma birinci bölümdən sonra hər şey tamamilə dəyişir. Elena əslində Adil və Esmanın evliliyindən doğulan, lakin körpəykən ölü kimi göstərilən uşaqlarıdır. Fırtına ailəsi Esma ilə Adili gənc vaxtında zorla ayıraraq ailənin böyük oğlu, həm də Adilin atasının qatili Şerif ilə formalitadan da olsa evləndirirlər. Elena'nın illər sonra kəndə gəlməsi illərlə gizlədilən sirrin açılması ehtimalını yaradır və mövcud düşmənliyi daha da alovlandıra bilər. Uşağın öldüyü göstərilməsi və Esma ilə Adilin zorla ayrılması artıq iki nəsil arasında davam edən qan davasını başqa bir səviyyəyə qaldıra bilər. Bu ehtimal Fırtına ailəsini qorxuya salır. Çünki əgər sir üzə çıxarsa illərlə qazandığı hörmət və nüfuz bir anda yerlə yeksan olacaq. Ona görə də onlar sirri qorumaq üçün qorxunc bir qərar verirlər. Elena'nı aradan götürmək. Elə hekayə də bundan sonra başlayır. Hekayə o qədər sürükləyici yazılıb ki, bir oturuşda 4 bölümü bitirdim. Düzdür, bəzi xırda məntiqsizliklər var. Məsələn, Adil və Esmanın 40 yaşında olması, lakin olduqca gənc görsənməsi. Bəzi səhnələrdə buna görə biraz reallıqda görsənmir. Amma bunlara ilişmədən izləsəniz, serial sizi mütləq öz axarından çəkəcək. Bir də ki, Murat Sonerin tənqidlərini izləyib, serialda
özünüzə qarşı ön yarğı yaratmayın. Həqiqətən yəni düzdür, mən də izləyirəm, bəzən də hətta gülürəm, amma istərsən insanda ön yarğını yaradır. O hər zamanki kimi öz üslubunda danışır, amma bəzən həddindən artıq abartmağı meyllidir. Məncə seriala bir şans verin, sadəcə bir bölümünə baxın, sonra qərarı özünüz verin. Çox güman ki izlədikcə mənim kimi hekayənin içində itəcəksiniz.